Yaz aylarında küçə və parklarda qarşımıza çıxan bu bitkinin 25 xəstəliyi sağaltdığını bilirdinizmi? Əsrlərdir xalq təbabətində istifadə olunan zəncirotu bitkisinin bugün faydaları haqqında danışacağam. Onun istifadə qaydası və müalicə üsulları haqqında videomuzda ətraflı məlumat alacaqsınız. Diqqətiniz məndə olsun. Dəyərli izləyicilərimiz, videolarımızın davamını görmək istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Kimyəvi dərmanlar olmayan vaxtlarda insanlar dərman bitkiləri ilə müalicə olunurdu. Təbiətin bəxş etdiyi möcüzə otlarla hazırlanan qarışımlar insanları daha sağlam və uzun ömürlü edirdi. Lakin təəssüf ki, son illər insanlar bu cür müalicə üsullarını unudub. Misal üçün, leykoz termini eşidəndə dərhal ağlımıza kimyəvi terapiya, bahalı dərmanlar və çoxlu pul tələb eləyən həkimlər gəlir. Amma gözümüzü açıb ətrafa diqqətlə baxsaq, həyətyanı ərazilərdə və bağlarda qarşımıza çıxan adi bir otla biz bu xəstəliyi müalicə edə bilərik. Zəncirotu. Bu bitkinin yarpağı, kökləri və çiçəkləri leykozla mübarizədə möcüzə yaradır. Zəncirotu kökləri üzərində aparılan tədqiqat zamanı onun leykozun 3 növünü məhv etdiyi aşkar olunub. Deməli, bu bitki 48 saat ərzində xəstə hüceyrələrin 95%-ni məhv eləyir. Bəli, düz eşitdiniz, tam 95%-ni. Windsor xərçəng araşdırmaları qrupunun əməkdaşı onkoloq Karolina Ham leykemiyadan əziyyət çəkən və kimyəvi terapiya prosedurunun müsbət nəticə vermədiyi yaşlı bir pasiyenti ilə bağlı təcrübəni bölüşüb. Yaşlı xəstəyə zəncirotu köklərinin çayını içməyi başlamağı tövsiyə edib. Bir müddətdən sonra onu müayinə edən həkim nəticədən dəhşətə gəlib. Onun ümumi vəziyyəti yaxşılaşmağa doğru getməyə başlayıb. Deməli, bu çay xərçəng hüceyrələrinə nüfuz edərək onları 48 saat ərzində yox etməyə qadirdir. O, eyni zamanda yeni sağlam hüceyrələrin yaranmasını da stimullaşdırır. Bir çox tədqiqatların nəticələri təsdiq eləyir ki, zəncirotu melanoma, prostat vəzi və xərçəngin bütün növlərini öldürməyə qadirdir. Zəncirotunun faydalarından yararlanmaq üçün onun bütün hissələrindən istifadə edə bilərsiniz. Zəncirotundan hazırlanan çay müxtəlif xəstəliklərin müalicəsi zamanı çox təsirlidir. Qanda şəkər səviyyəsini endirir, xolesterini yox eləyir, mədə-bağırsaq sisteminə çox xeyirlidir. Zəncirotu çayı sidikkovucu təsirə də malikdir. Ondan mütəmadi istifadə eləməklə börəklərdə daş yaranmasının qarşısını ala bilərsiniz. Hazırda Fransada və İtaliyada zəncirotu sənaye bitkisi kimi yetişdirilir. Biz isə küçədə yeriyərkən belə ona rast gəlmək mümkündür. İlıq və yağışlı yerlərdə daha çox məhsuldar olan zəncirotu günəşi çox sevir. İndi də gəlin sizə bu möcüzəvi bitkidən hazırlanan çayı təqdim edeyim. Bizə lazımdır 5 ədəd zəncirotu bitkisinin çiçəyi. Bu çiçəkləri stəkana qoyub üzərinə qaynanmış su əlavə eləyin. Üzərinə qapaq örtüb 20 dəqiqə dəmdə qoyun. Budur, qarışım hazırdır. Gündə 2 dəfə yeməkdən əvvəl içmək məsləhət görülür. Proseduru 2-3 həftə hər gün etmək olar. Zəncirotu çayını müntəzəm şəkildə qəbul etsəniz, arıqlamağa kömək eləyir, qəbizliyi yox eləyir, həzmi nizama salır, orqanizmdə detoks effekti yaradır. Zəncirotunun kökü ürək xəstəlikləri, diabet, xolesterol kimi sağlamlığa mənfi təsir eləyən amilləri aradan qaldırır, orqanizmi dəstəkləyir. Zəncirotu xərçəngli hüceyrələrə təsir göstərir, xərçəngin daha geniş əraziyə yayılmasına mane olur. Elmi araşdırmalar da bunu sübut eləyir. Zəncirotu çiçəyi dəriyə qulluq vasitələrində də qarşımıza çıxır. Bəzi dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Öd kisəsi daşının əridilməsində təbii üsullardan biri də 3 ay boyunca zəncirotu çayı içməkdir. Zəncirotunda zəngin vitaminlər, dəmir və zülallar var. Vitaminlər eritrositlərin formalaşması üçün zəruridir. Dəmir isə hemoqlobinin vacib hissəsidir. Odur ki, zəncirotu qan azlığından əziyyət çəkən xəstələrin vəziyyətini yaxşılaşdırır. Tərkibindəki zəngin kalsium sümüklərin möhkəmliyi və inkişafı üçün həyatı vacibdir. Zəncirotu sümükləri yaşla bağlı aşınmalardan qoruyur. Qığırdaq toxumalarının bərpası üçün hazırlanan xüsusi dərmanların tərkibində zəncirotu var. Bu dərman tamlığı pozulmuş qığırdaq toxumasının bərpa edilməsi üçün hazırlanıb və onların strukturunun bərpasına, hərəkətin normallaşmasına kömək eləyir. Zəncirotu sidik yolları infeksiyalarının və selikli qişanın pozuntularının qarşısını alır. Daxili orqanlarda kistaların meydana gəlməsini və börək problemlərinin yaranmasını önləyir.
Zəncirotunun tərkibindəki çox sayda vitaminlər qaraciyərimizdə təmizləyir, onun düzgün işləməsini təmin eləyir. Uzun illər boyu zəncirotundan orqanizmin yenilənməsi üçün istifadə edilib. Zəncirotu iştahı tənzimləyir, həzmi yaxşılaşdırır, bağırsaqlardakı yaxşı bakteriyaları balanslaşdırır. Tərkibindəki C vitamini iltihabı azaldır, mineralların udulmasına kömək eləyir və xəstəliklərin inkişafına mane olur. Zəncirotu südü dəri xəstəliklərində, göbələk və mikrob infeksiyalarının təmizlənməsində əvəzsizdir. Ekzema, qaşınma və digər dəri xəstəliklərinin öhdəsindən yaxşı gəlir. Həkimlər Antarktikadan başqa dünyanın hər yerində bitən bu bitkinin xəstəliklərlə effektiv mübarizəsi qarşısında ənənəvi tibbin aciz olduğunu bildirir və hər kəsin ondan istifadəsini tövsiyə edirlər. Zəncirotu kökünün üyüdülməsindən əldə olunan tozu yaralara səpdikdə qısa bir zamanda sağalır. Bu tozu içdikdə qanda şəkərin miqdarı aşağı düşür. Oftalmoloqlar zəncirotu kökündən hazırlanan tozu içən adamların görmə qabiliyyətinin yaxşılaşdığını söylüyor. Uzun müddət onu qəbul eləmək isə gözün katarakt xəstəliyinin əlamətlərinin azalmasına səbəb olur. Zəncirotu bitkisinin müalicəvi xüsusiyyətləri çox genişdir. Bu səbəbdən də onu dünyanın ən qiymətli dərman bitkiləri ilə müqayisə eləmək mümkündür. Yuxusuzluqdan əziyyət çəkənlər də zəncirotu çayı dəmləsələr yaxşı olar. Bu çay sayəsində yuxuları dərin və keyfiyyətli olacaq. Qan dövranını sürətləndirən çay bağırsaqlardakı parazitləri orqanizmdən atacaq. Həzm sisteminə müsbət təsir göstərəcək. Arıqlamaq istəyənlər isə zəncirotu çayından mədəd uma bilərlər. Bəzi xalqların mətbəx ənənəsində zəncirotu yarpaqları salatlara qatılır. Çiçəklərindən isə mürəbbə və kompot hazırlanır. Zəncirotundan mütəmadi olaraq istifadə eləmək yavaş-yavaş orqanizmi təmizləyir, insanı arıqladır. Sarılıq və hepatit xəstəliklərinin simptomlarını azaltmaq qabiliyyətinə malik zəncirotu çayı dəfələrlə elmi araşdırmaların obyekti olub. Qaraciyər və böyrək kimi vacib daxili orqanların sağlamlığını qoruyur, daha yaxşı işləməsinə kömək eləyir. Depressiya zamanı isə insanın eynini açır və əhvalını yaxşılaşdırır. Bəs bu bitkini kimlər istifadə eləyə bilməz? Zəncirotu bəzən allergik reaksiyalara səbəb olur. Xüsusilə zəncirotuna və digər çiçəkli bitkilərə qarşı allergiyası olanlarda qaşınma, səpki və tənəffüs çətinliyi yarada bilər. Bəzi dərmanları qəbul eləyənlər zəncirotu çayından içə bilməzlər. Diuretik, yəni suyu bədəndən çıxaran dərmanlarla birlikdə qəbul edildikdə bədəndə kalium itkisi yarana bilər. Həmçinin zəncirotu qan şəkərini və qan təzyiqini azalda bilər. Bu səbəbdən diabet və hipertoniya dərmanları ilə birlikdə qəbul eləmək tövsiyə edilmir. Hamiləlik və südvermə dövrlərində isə zəncirotunun istifadəsi bəzi risklər daşıya bilər. Həkim məsləhəti olmadan qəbul eləməyin. Bütün hallarda çalışın ki, sağlam olasınız. Belə dəyərli izləyicilərimiz, bugünlükdə bizdən bu qədər. Videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bizi həmçinin YouTube-dan, Facebook-dan, TikTok-dan və Instagram-dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.